İndiyə qədər 1000-dən çox pasientlə çalışmışam və terapiyada ən gec nəticə aldığımız şəxslər ailəsindən, valideynlərindən dəyər görməyən şəxslər olub. Ailədə ana övlada dəyərli olmağı, ata isə yetərli olmağı öyrədir. Bunu öyrənməyən şəxslər isə gələcək həyatlarında nə özlərini dəyərli və yetərli görmürlər, nə də ətraf aləmdən bunu almağı bacarmırlar. Düşünün ki, Azərbaycan dilli ailədə dünyaya gəlmisən və bunu bilirsən, anidən başqa bir dili olan ölkəyə köçürsən. Necə ki, orada yaşamağı bacarmırsan ilk başlarda, eyni şəkildə duyğularda da belədir. Və bu uşaqlarda adətən gördüyümüz bağlanma modellərinin olmamasıdır. Bağlanma modelləri olmamaqla yanaşı, onlarda bir qopmaya rast gəlirik. Məsələn, adam xəstədir və dostu ona zəng vurub bir şeylər gətirməsini, qida və yaxud da dərman təklif edir. Xəstə olduğu halda, yox, mən özüm edərəm deyir. Və bu zaman həyatda alma-vermə balansı pozulur. Və həyatımızda balans olmadığı zaman heç bir dəyərdən, heç bir qarşılıqlı münasibətlərdən söhbət gedə